Qiyamətdə bilirsiniz nə deyəcəklər? Deyəcəklər, bu Əli deyirlər, bu eşq ürəyində vardı. Bu eşqlə göstərəcəklər, sən hara gedə bilərdin. Bu eşqin aparma gücü nə qədər idi? Onda insan başına döyəcək. Deyəcək ki, bu sevgi mənim ürəyimdə var idi. Niyə bura qədər gəldin? Əlinin eşqi ilə adam mənim günümdə olar, adam özünü, mən özümə deyirəm. Bu boyda eşq sərmayəsini Allah mənim qəlbimə verib. Bununla belə mən hələ bu vəziyyətdəyəm. Bu eşq möcüzə yarada bilər. Bu eşq içəridə böyük bir dəyişiklik yarada bilər. Özü buyurur ki, gözəl sözdür, bu Həzrət Əlinin öz sözüdür. Buyurur ki, "Ləv əhəbbəni cəbəlun lətəhafət." Deyir, bir dağ məni sevsə parça-parça olar. Nə deməkdir bu? Yəni, dağı əridər mənim eşqim. Yəni, inqilab yaradar içimizdə. İçimizdə onu təkəbbürü parça-parça eləyər.